dövrlərdə, xüsusən də son aylarda mal ətinin qiyməti bizim seçimlərimizdə də dəyişiklik etməyə gətirib çıxarır. Məsəl üçün, əksəriyyətimiz ət alternativləri olaraq toyuğa üz tuturuq və ya balıq məhsulları alırıq. Xüsusən də balığa olan tələbat nəzərə çarpacaq qədər artıbdır. Bu artım da qiymətlərə və keyfiyyətə də təsir edir. Xüsusən balıq məhsulları deyək ki, qiyməti onun mövsümünə görə, mənşəyinə, hətta növünə görə dəyişir. Xüsusən yerli hövsələrdən tutulan balıqlar təxminən deyirəm, yəni 7-12 manat aralığı deyə bilərik. Bu biraz az, biraz çox da ola bilər. Amma ixal olunan, xaricdən gətirilən balıqlar isə 15-30 manat arası təxmini qiymət olur. Qışda dəniz balığına olan ov mövsümü azaldığı üçün burada qiymətlərin qalxması da təbii ki, təbii halda müşahidə olunur. Dondurulmuş, hazır təmizlənmiş balıqlara tələbat çoxalır. Belə olan halda bəzən keyfiyyətsiz, deyək ki, uzun müddət dondurulmuş, saxlanma qaydası pozulmuş məhsulların bazara çıxarıldığını müşahidə edirik. Belə deyək, həmçində deyək ki, soyucu şəraitə əməl olunmalıqda bilirsiniz. Balıq ətində zülallar parçalanır. Burada mikroorqanizmlər çoxalmağa başlayır. Çox belə xoşa gəlməz bir iyi yaranır. Bu da təbii ki, zəhərlənmələrə gətirib çıxara bilər. Balıq alarkən xüsusi olaraq diqqət etməli olduğumuz bir neçə məqamlar var. İlk növbədə təzə balığın qoxusu o qədər də kəskin olmur. Belə dəniz suyunun iyisinə uyğun, belə yüngül ətir iyisi olur daha doğrusu. Deyək ki, əgər hər hansısa bir turş və ya amonyak qoxusuna bənzər deyək ki, qoxu varsa, bu məhsulun xarab olmağa doğru getdiyinin göstəricisidir təbii ki. Həmçinin təzə balığın gözləri şəffaf və çıxıntılı olmalıdır. Əgər batmış, bulanıq göz balığın deyək ki, köhnə olduğunu göstərir. Pulcuqlar parlaq və bədənə sıx yapışmalıdır təzə balıqda. Həmçinin balığı ələ götürdükdə, barmağımızla onu belə basdıqda, əgər basıq yer tez bir zamanda düzəlirsə, bu onun təzəliyini göstərir. Dondurulmuş balıq da qablaşdırmasında əgər baxsaq, görsək ki, buz təbəqəsi, nə bilim, su damlaları varsa, bu onu göstərə bilər ki, o bir dəfə əriyib, bir dəfə təzədən yenə dondurulubdur və ya bir neçə dəfə dondurulubdur. Bu halda da təbii ki, bu təhlükəli hal yaradır. Qablaşdırmaların üzərində istehsal tarixləri, son istifadə tarixləri, həmçinin saxlanma temperaturu mütləq şəkildə göstərilməlidir. İdxal məhsullardır. Azərbaycan qanun qanununa görə burada Azərbaycan dilində məlumatlar olmalıdır. Balıq ümumiyyətlə çox faydalı bir ət məhsuludur. Təbii ki, düzgün və təzə saxlanmış balıqda zülal, omega 3 yağ turşularıdır. Deyək ki, həmçinin faydalı minerallardır, D vitamini ilə zəngindir. Amma bütün qida məhsullarında olduğu kimi, xüsusən də yüksək risk qrupuna daxil olan bu balıq məhsullarında əgər saxlanma şəraiti pozulursa, belə olduqda histamin və amin turşuları yaranır ki, bunlar da qida zəhərlənmələrinin əsas səbəblərindəndir.